müştərinin gözləntisi ilə customer expectation və müştərinin dərk etməsi, idrak etməsi arasında çox böyük fərq var. Yəni problem oradan başlayır. Yəni hələ özündə o tam müəyyən edə bilmir ki, o nə istəyir. Amma dediyiniz bu məsələdə vizuallığı yaratmağınız onda artıq məsələnin içinə daxil olur və həqiqətən istədiyinlə gözləntisinin arasında ciddi bir fərq olduğunu şahid olur. Bir də başqa bir yanaşma istəyirəm, irəli sürəm. Bir də belə bir şey var ki, müştəri bilir nə istədiyini, amma peşəkarcasına bilmir, araşdırmır, bilmir ki, məsələnin kökündə nədir. Məsələn, onlarda ölçülər var, falan qədər olmalıdır, 4 metrin, nə bilim, nə belə bir şeylər. Biz indi tikintidən misal gətirdik də. Amma onlar bilmirlər ki, o bölgüdə bu 4 metrlik otağın, məsələn, deyək ki, ölçüsündə ancaq bunlar yerləşə bilər. O vizualizada məsələn fikirləşir ki, hə bu əladır, hardasa da oxuyub, məsələn görüb ki, doğrudan da hə bura şkafda yerləşər, bura nə bilim digər əşyalar da yerləşər, amma yenə də deyirəm, texnikanı bilmir, araşdırmır, sadəcə nə istəyirsə, onu nə görürsə şəkildə onu istəyir. Fidan xanım, ümumiyyətlə bu tezisin əleyhinə müştəri heç də bilməməlidir. Müştəriyə bu maraqlı deyil. Müştəri sadəcə xəyal qurmalıdır, cibində pulu ilə gəlməlidir. Biz müştəridən elmi tədqiqat aparmağını, hansısa tikinti, konstruksiya mexanizmlərini öyrənməni tələb eləyə bilmərik. Biz arzuluyoruz ki, kaş pulu olan və arzusu olan bir nəfər çıxsın qarşımıza. Yəni, bir də ona tikinti mühəndisliyini bilən bir müştəri axtaranda, o artıq qeyri-müəyyən bir vəziyyətə gəlib çıxacaq. Biz nə etməyimiz lazımdır? Müştəri gəlir, öz arzusunu bildirir, arzuya uyğun, bu məhsuldursa, xidmətdirsə, o təqdimat mərasimi göstərilir ki, bunlar olacaq. Və bu çətinliyə görə, Zaur bəy, sizin də o bayaq dediyiniz ki, araşdırmalar göstərir, əslində davranış fərqlidir. Və buna görə yeni bu biznes mühitinə gəlmiş bir termin var. Agile. Eşitmişsiniz də bunu? Ham bundan danışır. Hal-hazırda. Agile düzgün tətbiq olunmayanda əcaib bir vəziyyət yaranır. Yəni, agile demək olur, əcaib. Bəli. Bu sözləri mən Azərbaycanlaşdırmışam. İndi burada yanaşma nədir? Mən sizə deyim. Agile nədir? Çevik yanaşma. Əvvəlki proje yönetimlərində, project managementdə waterfall deyə bir anlayış var. Yəni, birinci proje nəzərdə tutulur, təsdiqlənir və mən bunu eləyirəm. 3 ildən sonra görüşərik. Mən sizə 3 il bundan qabaq danışdığımızı təqdim eləyəcəm. 3 il ərzində arzular, xəyallar, zövqlər, dünya görüşləri, trendlər, hər şey dəyişir. Covid gəlir içəri, başqa bir şəraitlər yaranır. Bizim, nə bilim, hal əhvalımız dəyişir və mən başqa şey gözləyirəm. Ona görə Agile çıxarıblar, bu dünyanın problemidir. Yəni, bizim Azərbaycanlı alıcının problemi deyil. Agile nədir? Biz bir dənə təxmini bir xəyal qururuq, onun üzərindən davam edirik və bunu o layihə 3 ilə gedəcəksə, məsələn, bunu bir aya bölürük, 36 dəfə biz kiçik layihə həyata keçirmiş oluruq elə bilir. Hər ay deyirik ki, bəzi müştəri, bax, sənin evin küncünü bu şəkildə yaratdıq. Bundan sonra buna boya vuracaq. Nə vuraq? Bordo vuraq, qırmızı vuraq, nə vuraq? Məsəl üçün. Deyir ki, bordo və yaxud da qırmızı. Vurduq bordo qırmızını, keçdik o bir mərhələyə. Keçdik o bir mərhələyə. Ortada müştəri deyir ki, yox, bəs bunun balkonu olmayacaqdı. Bəs necə olacaq? Mən balkon istəyirəm axı. Tamam, balkon istəyirəm, bunun küncündən balaca bir balkon çıxara bilərik. Bunun üçün də bunlar lazım. Keçdi, oldu balkon. Və sonda baxırsınız ki, sondakı məhsulla ilk danışdığımız arasında yenə göy qədər fərq var, amma müştəri xoşbəxtdir. Xoşbəxt müştəri ödənilən pul deməkdir. Ödənilən pul biznesin inkişafı deməkdir. Yəni, bunun üçün müştəridən heç nə gözləmək lazım deyil. Sadəcə sistemi qurub, müştərinin lazımı şəkildə maarifləndirilə, onunla birgə getmək lazımdır ki, o sabah o evdə öz əsərini görsün, bizi günahlandırmasın.